Tovuzda kənd adamının macəraları davam edir. Xoş gəlibsiniz. Kənd adamıyam mən. Darwin. İlk dəfədir Darwin adında bir insanla Azərbaycanda görüşürəm. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Üzüm bağında budama işləri görürük. Qardaş onu yox. Ay Kostu dayı! Dirəklər arasında məftil nə qədər olur? Kənd adamı haradadır? Tovuzdadır. Azərbaycanın ən gözəl, ən dilbər güşələrindən biri, həm də təsərrüfat rayonlarından biridir bura. Mən Aşağı Quşçu kəndinə gəlmişəm. Üzüm bağıdır. Görünür ki, burada əsl zəhmət var. Görürsən bağda kimsə var. Salam əleykum. Ay salam mələkü, salam mələkü. Xoş gəlibsiniz, xoş gəlibsiniz. Bir ağsaqqalı görürəm. Kənd adamıyam mən. Darwin. 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 Nə maraqlarınız var? İlk dəfədir mən bu ada rast gəlirəm. Yəni Darwin adında bir insanla Azərbaycanda görüşürəm. Mənim atam kimya biologiya müəllimi olub. O vaxtda kimya ilə biologiya bir olub. Aha. Ona görə sizin adınızı Darwin qoyub. Biologiyanın da benim yadımda, anatomiyanın da yadınıza gəlirsə Darwinizm əsasları idi. Bəli, bəli. Elə oradan da elə Darwin qoyub adımı. O anatomiya, o kimya, biologiya sizi bəlkə də kənd təsərrüfatına gətirib çıxardı. Mühəndisliyə apardı əslinə qalanda. Ancaq kəndə meylli idim. Elə gözümün biri bu tərəfdə idi həmişə. Gəlin gözək də Darwin. Bağı gəzə-gəzə söhbət elədik və məlum oldu ki, Darwin kişi uzun müddət rəhbər vəzifələrdə çalışıb. Deyir ki, hələ o vaxtlar işlədiyim müəssisələrdə yaşıllıq, bağ-bağat qurardım, ağac əkərdim. Elə təbiət, kənd kəsək sevgisi də onu Bakıdan Tovuza, dədə-baba yurduna gətirib çıxardı. Və burada öz fərdi təsərrüfatını qurub yaradı. Özünüz qurmusunuz sistemi, damcı sistemi. Hamısını özüm eləmişəm. Bunu amma belə deyək də təchizatçı vasitəsilə, xüsusi şirkətlərlə quranda dövlət dəstək verir buna, bilirsiniz. Dövlətdən dəstək ala bilərsiniz, bağı yeniləyə bilərsiniz, bunu müasir suvarma sistemini dəyişə bilərsiniz. Deməli, istər süfrə, istərsə də texniki sort, intensiv üzüm bağı salan və bunu mayın 31-nə qədər bəyan edən fermer şərtlərə əməl etdikdə AKİA, yəni Aqrar Kredit İnkişaf Agentliyi həmin fermerlərə bir dəfə üçün hər hektara 8000 manat pul verir. 8000 ha. Hara gedirəmsə, orada işləyən o fermerlə, zəhmətkeşlə işləməliyəm, ona kömək eləməliyəm. Bir işin qulpundan yapışmalıyam. Gedək görək cəmaət nə iş görür burada. Xoş gördük, salam əleykum. İşiniz irəli. Nə var, nə yox? Çıxartma əlcəyini. Adın nədir? Aydın. Aydın, əlcəyin var. Var qadam. Mənə də verdi əlcək. Verim də, buyur qadam. Sən indi mənə izah elə görün, burada nə iş görsən, qardaş. Artıq çubuqlar var. Bunları caz, bax belə. Bunları sökürsən. Təmizləyirik. Təmizləyirsən. Gördüm sən nə iş görsən, mən də sənin əlinə baxıb işləyəcəm. Budamanın ümumiyyətlə əhəmiyyəti nədir bağda, qardaş? Ki hamısı boy versin. Boy versin, ay sağ ol. Gələcəkdə boy versin. Bu neçə ilin ağaclarıdır? Bunlar 2 ilin. Bu əməlli başlı elmdir. Bilirsiniz, budama nəyə görə vacibdir? Budama əsasən ağac və kolların sağlamlığını qorumaq, məhsuldarlığı artırmaq, eyni zamanda qurumuş xəstə budaqları təmizləmək məqsədi ilə budaqların kəsilməsi və seyrəldilməsidir. Bu, bitkinin düzgün inkişafını təmin edən vacib bir agrotexniki tədbirdir ki, üzüm bağlarında da bu proses adətən yanvar-fevral aylarında başlayır. Bax, həm gözəlləşir, həm də səliqəli, sağlam və məhsul mövsümünə hazır olur. Üzüm bağında budama işləri görürük. Qardaş onu yox. Qarışım kəs. Görsən Aydın, yaxşı ki dedim, bax, səhv kəsəcəkdim. Aydın, Bəli. o ağaclar, o tinglər balacaydı da, hardasa 2 illik idi. Bunlar amma bir 5-6 ilin tinglərdir, hə? Bəli. Nə qədər meyvə verir bu? Biri verəndə harasa bir 4 yenşik, 5 yenşik. Meyvə ağaclarının budama vaxtı ağacın növünə və iqliminə görə uyğun seçilməlidir. Doğru zamanda budama aparılmadıqda ağac stres keçirə bilər. Stres xəstəliklərə daha həssas ola bilər və məhsuldarlıq aşağı düşə bilər. Bir bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Oturmuşsunuz şəhərdə elə bilirsiniz ki, elə kənd adamı əziyyətsiz hər şeyə gətirir bu qədər meyvəni. Tovuzda, üzüm bağında, Aşağı Quşçu kəndində kənd adamı budama işi eləyir. Budamaları həmişə budağın gövdəyə yaxın hissəsində düzgün bucaq altında aparmaq lazımdır. Kəskin yerlərin hamar olması və suyun yığılmasının qarşısını almaq üçün 45 dərəcəlik bucaq altında aparılan kəsiklər mütəxəssislər tərəfindən tövsiyə olunur.
Deməli burada öyrəndim ki, sən demə üzüm budamasında dişi çubuqlar bar gətirən, gözlükləri bir-birinə yaxın və daha nazik məhsuldar budaqlar, erkək çubuqlar isə gözcükləri seyrək, qalın və əsasən vegetativ böyüməyə meylli budaqlardır. Nələr var imiş? Ona görə də məhsuldarlıq üçün dişi çubuqlar saxlanılır. Erkək çubuqlar isə seyrəldilir. Qardaşlar yorulmayasınız. Bu məftillər nə üçündür? Məhdurlar bax bu stolpalara bağlanacaq. Dirəklərə bağlayırsınız. Hər cərgə üzrə də, düzdür? Bəli. O biri bağda məftilləmə işləri var, amma dedim ki, qardaşlar gəlin biraz nəfəslərək, dincələk, sonra davam eləyərik. Çay da lap yerinə düşdü. Bəh. Gəlin də, gəlin. Aydın, biz səndən danışdıq ki, mən hələ sənə kömək edirəm də, düzdür? Bəli. İcazə ver kömək eləyim də. Buyur. Üzüm bağında əsas və əziyyətli işlərdən biri də dirəklər arası məftillənmə işidir. Burada Aydına deyirəm ki, asan işi mənə verdin, çətini sənə düşdü. Ay Aydın, bayaq oturub çay içdiyimiz yoldaşları da çağırdım ki, gəlin kömək eləyin. Tək adamın işi deyil bu iş. Deməli biz məftili uzatdıq. Bəli. Düz cərgənin axırına qədər də, hə? Təxminən nə qədərdir bura məsafə? Burada Aydın. 50 da var, 60 da var, 65 da var. Onlar 50-60 metr. Hə. Çatdıq ora başa. Biz ora çatdıq başa. Başda onu bağlayırıq. Burada məsafə qoyuruq. Tarım eləyirik. Hə, məsafə oradan qoyuruq, sonra da gəlir buradan taram eləyir, istədiyin qaydada da kəsirik. Yaxşı, buradan kəsəm indi bunu. Bəli, oradan kəs. Nə möhkəm bu qədər. Nə oldu qardaş? Dar. Aha, deyən. İşarə qoymusunuz buna. Bəli. Yaxşıdır belə. Yaxşı, indi məftulu bağla. İndi məftili buna bağlayaq. Hə. Bağda da iş bitmir. Budanmış budaqların bu formada iplərlə bərkidilməsi işləri aparılır ki, tinglər səliqəli və dik dayansın. Çünki boyatmalıdır axı. Sən bura deyəsən traktorist çağırmısan. Qardaş, salam eləykim. Cərgə arası şum işlərini görmək üçün traktorumuz da gəlib çıxdı. Mexanizator Rəşad qardaş deyir ki, 4 korpuslu kötanı qoşub işləyəcəm. Dedim, sən Allah ver, mən sürüm. Elə bilə heç traktor görməmişəm. Sağ olsun, razılaşdı, qalxdım traktora. Şumu açdıqca baxırdım ki, həqiqətən Tovuz torpağı bərəkətlidir və münbit ərazilərdir. Dövlətin də dəstəyi ilə təki fermerimizin məhsulu bol olsun. Çünki fermerin rifahı elə aqrar sahənin inkişafıdır. Bu arzularla Tovuzla sağollaşıram. Kənd adamının növbəti səfərlərini gözləyir. Salamat qalın.